Salam uşaqlar, bugünkü mövzumuz üçbucağın tənbələni və hündürlüyü. Birinci tənbələni haqqında danışacağıq, sonra hündürlüyü haqqında. Keçən dərsimizdə median haqqında danışdıq. Median nə oldu uşaqlar? Qarşı tərəfin ortasını birləşdirən düz xətt parçasına dedik ki, həm təpədən çıxan median deyildi. Bunun haqqında danışmışıq. Mövzuya baxmayanlar keçən dərsimizə baxa bilərlər. Səhifə 53-54 mövzusu idi. İndi isə uşaqlar tən bölən. Tən bölən nədir uşaqlar? Tən bölən təpədən çıxaraq bucağı yarıya bölən. Yəni bax, median nə idi? Median qarşı tərəfi yarıya bölürdü. Bax, bunu yarıya bölürdü. Tən bölən isə sadəcə bucağı yarıya bölür. Yəni təpədən çıxır, bu bucağı yarıya bölür. 2 bərabər hissəyə bölür. Məsələn, 10 dərəcə, 10 dərəcə, 20 dərəcə, 20 dərəcə, 30, 30, 40, 40. Eyni bərabər hissəyə bölməlidir. Eyni bərabər bucağı bölməlidir. Yadımızdan çıxmasın. Bir daha deyirəm, tən bölən bucağı tən yarıya bölür. Gəlin indi tən bölənin çəkmə nöqtəsini bir dənə T ilə də ifadə edək. Bundan da tən bölən çəkirəm. Bu bərabərdir bu bucağa. Bundan da tən bölən çəkirəm. Bu da bərabərdir bu bucağa. Bunların da çəkmə nöqtəsini bir dənə T ilə işarə edirəm. Bu formada təyin olundu. Gəlin indi suallar üzərindən baxaq. Görə suallarımız hansı formada verilib? 6-cı sualdan başlayıram. 6-cı sualda bizə nə deyir? 6-da deyir ki, verilən fikrin doğru yaxud yanlış olduğunu müəyyənləşdirin. A variantı. 20-20 bölüb. 20-20 bölübsə tən böləndir demək olarmı? Olar. Deyir ki, A-ın parçası ABC üçbucağının tən böləndir. Bəli, doğrudur uşaqlar. Çünki uşaqlar A-ın 20-20 2 bərabər hissəyə bölüb deyə tən böləndir. B variantı. RT parçası PRS üçbucağının tən böləndir. Bəli. Səbəb niyə? Uşaqlar, bu üçbucağımız necə üçbucaqdır? Düz bucaqlı. Düzdürmü? Bura 45'dirsə, düz bucaqlıdırsa, bura 90'dır. 90'dan çıxıram 45'i. Burada 45'dir demək olar. 45-45 böldü mü? Bərabər böldü mü bucağı? Bucağı bərabər bölürsə, bu fiqurumuz, bu düz xəttimiz olur bizim tən bölənimiz. Yəni RS, PRS üçbucağının RT, PRS üçbucağının tən böləndir demək olar. Keçirəm C variantına. Bir dənə şəkli çəkək, sonra uşaqlar izahını verim. C-də. Bura 22 dərəcə. Bura verilib 23 dərəcə. Burada verilib 47 dərəcə. Mənə deyir ki, KP parçası, KP bu. KP parçası MKN üçbucağının tən bölənəridir. Uşaqlar, bura 22'dir, bura 23. Cəmi neçə edir? 45. Düzdürmü? Bunu yazdım. Uşaqlar, KP necə bölüb bucağı, bu bütöv bucağı? 45 ilə 47. 45 ilə 47 eyni bucaqdırmı? Bərabər bölübmü? Tən bölən olması üçün biz dedik ki, bərabər bölməlidir. 45 ilə 47 nə vaxtdan bir-birinə bərabər ədəd olub? Yəni tən böləndirmi? Xeyr, səhvdir. KP MKN üçbucağının tən böləni deyil. Tən bölən olması üçün bucağı tən yarıya bölməlidir. Bir daha bunu bilirəm. 7-ci sualda nə deyir? Dəftərinizdə kör bucaqlı üçbucaq çəkin. Transporterdən istifadə eləməklə bu üçbucaqların tən bölənlərini çəkin və çəkmə nöqtəsini adlandırın. Sadəcə bir dənə kör bucaqlı üçbucaq çəkirsiniz.
Transporterdan istifadə edərək bucağı ölçün və yarıya bölün. Deyir, hə, bunun bütün bucaqlarının təmirlərini çək və çəkmə nöqtəsini işarə elə. Başqa bir şey demir. Keçək uşaqlar üçbucağın hündürlüyünə, əsas mövzumuza. Hündürlük. Hündürlük nədir uşaqlar? Hündürlük təpədən çıxıb qarşı tərəfə endirilən perpendikulyar nəzərdə tutulur. Uşaqlar, biz sizinlə hündürlük haqqında danışanda itibucaqlı üçbucağı haqqında ayrı danışacağıq. Düzbucaqlı üçbucağı haqqında ayrı və çorbucaqlı üçbucağı haqqında ayrı. Səbəb niyə? Gəlin birinci itibucaqlı üçbucaqdan başlayayım. İtibucaqlı üçbucağı nə idi? Bütün bucaqları itibucağı olan üçbucağa dedik, itibucaqlı üçbucaq deyilir. Yəni bu formada. İnşallah itibucaqlı üçbucağın hündürlüyünü çəkəndə, bütün hündürlüklərini çəkəndə kəsişmə nöqtəsi üçbucağın daxilində yerləşir. Yəni necə? Bax, hündürlüyü çəkirəm. Hündürlük dedik ki, qarşı tərəfə endirilmiş perpendikulyar 90 dərəcəli bucaq. Bax, bu hündürlükdür və H vasitəsilə işarə olunur. H1, H2, H3 və yaxud da ki, A təpəsindən çıxırıbsa, HH, HB, HC formasında təyin edə bilərsiniz. Problem yoxdur. Deyirəm ki, bu təpədən də çəkirəm hündürlük. Endirilən perpendikulyar. Bu təpədən də çəkirəm hündürlük. Endirilən perpendikulyar. Üçbucağın daxilində yerləşir. İtibucaqlı üçbucaqda. İndi baxırıq. Düzbucaqlı üçbucaqda. Uşaqlar, düzbucaqlı üçbucaqda hündürlük 90 dərəcəli bucaqda yerləşir. Yəni nə? Baxın, bu təpədən birinci hipotenuza hündürlüyümü endirirəm. Hündürlüyüm oldu burada. A təpəsindən endirirdim. B təpəsindən hündürlüyü endirirəm. Uşaqlar, üçbucağa bir təpədən yalnız və yalnız bir dənə hündürlük, düz xəttdə ümumiyyətlə yadınızda saxlayın, baxın. Düz xəttdə bir dənə təpədən bir dənə hündürlüyü endirə bilərsən, bir dənə 90 endirə bilərsən. Bunu biraz qırağa çəkdinsə 90 olmayacaq. 90-dan ya balaca olacaq, ya böyük olacaq. Yəni bir dənə hündürlük çəkmək olur. İndi deyirəm ki, B təpəsindən hündürlüyü çəkirəm. Uşaqlar, B təpəsindən bu tərəfə 90. Bu tərəfə 90 elə. Bu düz xəttin özü, yəni katetin özü olacaq deyə bilərəmmi? Sadəcə bir dənə 90 çəkə bilirəm də. Mən bunu bir damcı əysəm, bu 90 ola bilməz axı. Deməli, bu təpədən çəkilmiş hündürlük elə katetin özüdür. Həmçinin C təpəsindən də hündürlük çəkirəm. C təpəsindən AB-yə 90 çəkəndə bir dənə 90 çəkə bilərəm. Bu formada qurtardı. Yəni uşaqlar, düzbucaqlı üçbucaqda B və C təpəsindən endirilmiş hündürlük katetrənin özüdür deyə bilərik. Bu birinci hündürlük, bu ikinci hündürlük, bu üçüncü hündürlük. Kəsişmə nöqtəsi nə oldu? A təpəsi oldu deyə bilərik. Yəni düzbucaqlı üçbucaqda hündürlük təpə nöqtədə 90 dərəcəli bucağın təpəsində yerləşir. Hündürlüklərin kəsişmə nöqtəsi. Keçək bir çorbucaqlı üçbucaqda bəs harda yerləşir? İnşallah. Şəkli böyük çəkmirəm uşaqlar, çünki biraz çorbucaqlı üçbucaqda uzun olur xəttlər. İnşallah yerləşər. Bax, bu təpədən çəkirəm hündürlük 90. Problem yoxdur uşaqlar. Çorbucaq təpəsindən çəkdim. İti bucaq uşaqlar, belə mən əyri çəksəm 90 ola bilər bu. Hayır. 90 sən bu düz xəttdə dömbələm düz endirməlisən. Onu da endirə bilmirəmsə, bax bu düz xəttin özünə yox, uzantısına endirirəm. Bax, uzantısına 90-ımı çəkirəm, hündürlüyümü çəkirəm. Bu da qırıq-qırıq verirəm. Yəni düz xəttin özünə deyil də uzantısına çəkilir. Həmçinin bu birisi təpədən.
90 çəkə bilmərəm uşaqlar, əyridir. Deməli, bunun uzantısını çəkirəm, sonra 90-ı çəkirəm. Hə, bax, 90-ı çəkdim. Bunlar çəkilirmi? Xeyr. Deməli, uşaqlar, bunları biraz da uzadıram, lap kənarda çəkirəm. Bax, 90-ı uzatdım. 90-ı uzatdım. Bunun da 90-ını uzatdım. Hündürlüklərin kəşmə nöqtəsi oldu bu. Kar bucaqlı üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi üçbucaqdan kənarda yerləşir. Üçbucaq daxilində yerləşmir. Uzantılarına siz çəkirsiniz hündürlük. Düz xəttin özünə hündürlük çəkmək olmur. Bir dənə korbucaq təpəsindən hündürlüyü çəkə bilirsiniz xəttin özünə. Qalanlarında isə bu birisilərdən isə sadəcə uzantılarını çəkə bilirsiniz. Və kəşmə nöqtəsi də uzantılarının kəşmə nöqtəsi olur. Aydındır uşaqlar? Aydındır, sağlam. İti bucaqlı, üç bucaqlı hündürlüklərin kəşmə nöqtəsi daxildə. Düz bucaqlı, üç bucaqlı hündürlüklərin kəşmə nöqtəsi 90 dərəcəli bucağın təpəsində. Kar bucaqlı, üç bucaqlı hündürlüklərin kəşmə nöqtəsi üç bucaqdan xaricdə yerləşir. Aydındırsa uşaqlar, əla. Gəlin indi sual üzərindən baxaq görək nə deyir. Verilib bizə sualımız. Verilib. Üçbucağın hündürlüyü düzdür uşaqlar. 8-ci sualdan başlayıram. 8-də deyir ki, hansı halda ABC üçbucağın hündürlüyü düzgün göstərilib? Birinci halda 90 endirib düzdür. İkinci halda səhvdir. 90 endirməyib, əyri bir düz xətt endirib. Hətta transporter ilə bucağı da ölçə bilərsiniz, problemi yoxdur uşaqlar. Baxın, 90 dərəcəli bucağı endirməyib, perpendikulyar deyil. Hə, burada uzantısında bax kör bucaqlı üç bucaqlı uzantısına çəkib hündürlüyü endirib düz. Burada uşaqlar səhv. Çünki 90 endirməyini 90 endirib, təpədən endirməyib ki, K hansı nöqtədir? Üç bucağın təpəsi A, B, C-dir. K nədir burada? Heç nə, adi bir nöqtə. Həmçinin bu axırıncıda da səhv göstərir. Bir saniyə şunlar. Axırıncıda da səhv göstərir. Səbəb niyə? A, B, C-dən nə isə çəkilməyib. Siz təpədən çəkirsiniz. A təpəsindən, B təpəsindən və yaxud da C təpəsindən hündürlüyü endirirsiniz. 9-cu sualda nə deyir? Fikrin doğru və yaxud da yanlış olduğunu nümunələrlə əsaslandırın. Deyir ki, bütün üç bucağın medianlarının kəşmə nöqtəsi onun daxilində yerləşir. Bəli, çəkmişdik də. Çünki uşaqlar, uzantının biz orta median nə idi? Qarşı tərəfin ortasını birləşdirən düz xətt düzdürmü? Uzantının orta nöqtəsi olmur. Düz xəttin orta nöqtəsi olur. Hə, bilirsən ki, ortasını tapdıq, endirdik ortası və daxildə yerləşir. Samir nə deyir? Bütün üçbucaqların təmirlənən kəşmə nöqtəsi onun daxilində yerləşir. Bəli, bucaq tam yarıya bölünən daxilində yerləşir. Aynur nə deyir? Bütün üçbucaqların hündürlüklərin kəşmə nöqtəsi onun daxilində yerləşir. Xeyr. Düz bucaqlı üçbucaqda təpədə yerləşdi, kör bucaqlı üçbucaqda xaricdə yerləşdi. Bayaq çəkmişdim. Bir də çəkmirəm uşaqlar. 10-cu sualda nə deyir? Şəkildə ABC üçbucağının hündürlüyü, medianı və təmbirəni təsvir edilir. Onları müəyyənləşdirin. Uşaqlar, gəlin baxaq. Baxacaqsınız, hansı bucağı yarıya bölüb, hansı tərəfi yarıya bölüb, hansı isə perpendikulyar endirilib. Tərəfi yarıya bölən, median hansıdır burada? Tərəfi yarıya bölən. N nöqtəsi. Bax, N nöqtəsi AB-nin tam ortasındadır. Deməli, kitab getdi uşaqlar. Bir saniyə gözləyin. Kitab açılsın. Sonra danışaq. Tamam.
N nöqtəsi, baxın, AB-nin orta nöqtəsidir. Deməli, CN median. BM uşaqlar tənbələndir. Çünki B yarıya bölünüb. AK isə perpendikulyardır uşaqlar. BC 90 dərəcəli bucaqda kəsir. Deməli, AK-mız da hündürlüyü imiş. Bura kimi aydındır uşaqlar. Keçək məsələ həllində işləyirəm siz üçün. Deyir ki, şəkildə ABC üçbucağının AC tərəfi. Şəkil çəkim uşaqlar, sonra başlayayım. Deyir ki, şəkildə ABC üçbucağının AC tərəfi AB və BC tərəflərinin cəminə 20% qısadır. AC deyir ki, AB ilə BC-nin cəminə, AB ilə BC-nin cəmi nə edir? 30. Deyir ki, 30-dan 20% qısadır. 30-un 20%-ni tapacağım, görüm nə qədər qısadır. Ədədin faizini tapanda, ədədi faiz yüksənəndə vurub 100-ə böldük. Deməli, 6 cm qısadır. 30-dan 6 cm qısa 24. Deməli, AC-nin ümumilikdə uzunluğu nə qədər imiş? 24 cm imiş. Bunu bildim. Və deyir ki, CB bərabərdir CD-yə. CB bərabərdir CD-yə. CB ilə CD bir-birinə bərabər. 12-dirsə 12-dir. Yazdım. Və deyir ki, BD parçası ABC üçbucağının medianıdırmı? Fişinsiz əlçatlandırır. Ümumilikdə nədir? 24. 24-dən çıxıram 12-ni. Burada pay 12 düşürmü? Uşaqlar 12 bölübsə, bərabər bölübsə, bu düz xətt nədir? Median, qarşı tərəfin ortasını birləşdirən düz xəttdə median dedik. Bəli, mediandırmı? Bəli, fikrimi də əsaslandırdım hətta. Aydındır uşaqlar, bura kimi 12-ci məsələni özünüz uşaqlar həll edirsiniz. Sağ olun, növbəti dərsimizdə görüşərik. Bəyənməyi, abunə olmağı və bir də şərh yazmağı unutmayaq. Sağ olun uşaqlar.